Dünyanın ən isti yeri. Burada temperatur 70 dərəcəni keçir. Yandırıcı yay istilərinin hökm sürdüyü bu günlərdə qışın gəlməsini səbirsizliklə gözləyənlər az deyil. Dünyada elə bir yer var ki, hətta yayı sevən insanlar belə oradan qaçmaq istəyər. Üzərində demək olar ki, heç bir canlının yaşamadığı deyilən və aparılan ölçmələrə görə dünyanın ən isti bölgələrindən biri hesab olunan bu məkan İran sərhədləri daxilində yerləşir. Söhbət ölkənin cənub-şərqində yerləşən və dünyanın ən böyük səhralarından biri olan Lut səhrasından gedir. Lut səhrası İran yaylasında yerləşən geniş duz səhrası kimi də tanınır. O, yer kürəsində qeydə alınan ən yüksək temperaturlara malik bölgələrdən biri hesab olunur. Bu səhrada həyat əlamətlərinə rast gəlinmədiyi üçün ona bəzən boşluq səhrası da deyilir. Məlumata görə suya ən davamlı bitkilərdən sayılan kaktuslar belə burada müşahidə olunmur və indiyədək səhrada yaşayan hər hansı canlı növü qeydə alınmayıb. Hətta köçəri quşlar da səhranın üzərindən uçarkən həddindən artıq istilik səbəbindən istiqamətlərini itirərək ölə bilirlər. Mütəxəssislərin fikrincə insanın kifayət qədər su qəbul etdiyi halda dözə biləcəyi ən yüksək temperatur təxminən 55 dərəcə Selsi hesab olunur. Temperaturun 60 dərəcə və daha yüksək olduğu mühitdə isə 10 dəqiqədən artıq qalmaq hipertermiya riskini artırır. Kosmosdan götürülmüş ölçmələrə görə İrandakı Lut səhrası illərdir temperatur rekordunu qoruyub saxlayır. Bu bölgə planetimizdə ən yüksək səth temperaturuna malikdir. Orta dəqiqlikli spektroradiometrlə təchiz olunmuş Modisberg tərəfindən aparılan 7 illik tədqiqat Lut səhrasını 2009-cu ilə qədər yer kürəsindəki ən isti bölgə kimi qeydə alıb. NASA-nın Aquapeak tərəfindən 2005-ci ildə aparılan ölçmələr səhrada səth temperaturunun 70,7 dərəcə Selsi olduğunu qeydə alıb. Bu temperatur indiyə qədər ölçülən ən yüksək səth temperaturu kimi tanınır. Təxminən 40 min kvadrat kilometr ərazini əhatə edən və dünyanın ən böyük səhralarından biri hesab olunan bu bölgə turizmə açıldıqdan sonra böyük maraq mərkəzinə çevrilib. Burada müxtəlif turlar və tədbirlər təşkil olunur və səhraya çoxlu sayda ziyarətçi axın edir. Qış aylarında belə temperaturun 35 dərəcə Selsini keçməsi ilə tanınan bölgəyə yay mövsümündə isə həddindən artıq isti hava şəraiti səbəbindən giriş və ziyarətlər qadağan edilir.